Salam əziz şagirdlər. Bugünkü video izahımda MHM Tədris Mərkəzinin 80 ədəd sınaq toplusu olan sınaq testindən mövzu sınaq nömrə 5-in C variantının izahını verəcəm. Deməli, birinci sualdan başlayaq. Birinci sualda 24 üstü 2'in vurulsun 24 üstü mənfi 1 vurulsun 5 üstü 2'in vurulsun 5'in kvadratı 120'ni ayrılıqda 24 vurulsun 5 kimi yazmaq olarsa 120 üstü 3n'ni də 24 üstü 3'in vur 5 üstü 3'in yaza bilərəm. 24 üstü 3'in vur 5 üstü 3'in və vur 120. 120 özü də nədir? 24 vur 5. 24 üstü 3'inlər ixtisar gedər. 5 üstü 3'inlər ixtisar gedər. Nə qalar nəticə? Bu 24 bölünsün deyə 1 bölü 24. 24 aşağıda. Deməli 5'in kvadratı 25 vur 5'e. Buradan da 5'ler gedər. Qala 24 vur 24 üstündə də 5. 24'e vuranı 576'da 5. Cevap olur A variantı. İkinci sualda natural ədədi 24'e böldükdə qalıqda 18 alınırsa bu ədədi 6'ya bölünməsindən alınan qalığı tapın. Dəfələrlə bunu işləmişik. Buna aid olan sual tipindən. Natural ədədi 24'e bölünməsi x ədədini 24'e böldükdə hər hansı bir y qalır və qalıq 18 qalırsa bu x ədədini ilə 18 kimi baxa bilərəm. Bu y 1 olsa 18 kimi baxmaq olar. Heç 1 olmağa ehtiyac yoxdur. Deməli x oldu 18. Bizə nə deyir? Bu ədədi 6'ya bölünməsindən alınan qalığı tapın. Qalıq 0. E variantı. Malın satış qiymətini 20% endirim edən satıcı 20% gəlir əldə edərsə. Malın satış qiymətinə. Deməli, 3-cü sualda malın satış qiyməti maya dəyərindən neçə dəfə çox olar? Tutalım ki, adam bunu 100 manata alıb, bu alış qiymətidir. Və 20% endirim edən satıcı 20% gəlir əldə edir. Yəni bunu 120 manata satır. 120 manata satır. Bu adam 100 manata aldığı məhsulu 120 manata satanda 20% gəlir əldə edir də. Hələ bunu özü dediyinə görə güya ki 20% endirim eləyərək satır da. Məsələn buna görə başlanğıc olaraq x manat pul qoyub 100%. Bu adam 120 manata satır. 120 manata satır. 20% endirim. 80%'den. Buradan x'i tapsaq. 80. 120 vur 100'e. Bunlar ixtisar getsə. 120 ilə 8'e bölənənə düşər. 15. Oldu 150. Deməli bu adam başlanğıc olaraq malı 150 manata deyir. 100 manatlıq malı 150'ye deyir. Və 120'ye satır. Və 20% endirim eləyərək. Deməli maya dəyərindən neçə dəfə çox olar? 1,5 dəfə. 150'ni 100'e böləndə cavab olur B variantı. 4'də. Deməli x kvadrat üstə gəlsin 4y kvadrat bərabər 61. X minus 2y bərabər mənfi 1. Hər tərəfi kvadrata yüksəltsəm bizə nə verər? X kvadrat çıxılsın 4xy üstə gəlsin 4y kvadrat bərabər 1. X kvadrat üstə gəl 4y kvadrat nədir bu? 61. 4xy bərabər 1. Mənfi 4xy bərabər mənfi 60. Xy bərabər 15. Bizdən də x vur y soruşur, cavab olur B variantı. 5'də
Deməli, keçək 5-ci suala. 5-ci sualda şəklin üzərində göstərirəm. Baxın uşaqlar. Bizə deməli nə deyir burada? ABC və B7 üçbucaqları üçün AB BD-yə bərabərdir. Bucaq A bucaq D-yə bərabər olarsa, bu bucaq bu bucağa bərabər olarsa, şəkli əsasən x kvadrat üstə y kvadrat istəyir bizdən. İndi mən bu bucağı bir alfa desəm, burada bir alfa deməliyəm. Bucaqlar bərabərdir. Məsələn, bura bir fi bucağı desəm, qarşılıqlı bucaq olduğu üçün burada fi bucaqdır. Onda avtomatik olaraq üçbucağın, məsələn, tutalım ki, bax, bu üçbucaqda alfa fi bucaqları varsa, alfa fi bucaqları bərabərdirsə, onda avtomatik olaraq bu üçbucaqda da daxili bucaqlar bir-birinə bərabər olmalıdır. Onda bura betadırsa, burada olmalıdır beta bucağı. Düz elə oxşarlıq keçməmişsiniz, amma oxşarlıqdan gedən bir sual tipidir bu. Məsələn, oxşarlıqdan etsək, üçbucaqlarda demişəm onsuz da bunu. Alfanın qarşısındakı 2x üstəgəl y-in bu alfanın qarşısındakı 10-a nisbəti, sonra tutalım ki, betanın qarşısındakı A-nın, məsələn, A tərəfi desəm, betanın qarşısındakı A-ya nisbəti, bunlar da verir bizə 1-i. Onda avtomatik olaraq 2x üstə gəlsə y nə olur? 10. Eyni zamanda fi'nin qarşısındakı, buranı təmizləyək, fi'nin qarşısındakı 4x çıx 2y-in fi'nin qarşısında 4-ə nisbəti yenə də 1-ə bərabərdir. Nəticə etibarlı 4x çıx 2y 4-ə bərabər olar. Buranı silək. Bunu keçirək. Bunun yanına. Belə. İndi sistem tənlik qursaq. Buradan biz x, y tapmalıyıq da. Məsələn, mən buranı 2-yə vursam, tənliyim olar belə. Deməli, 2-ni 2x-ə vuranda 4, 2-ni 2y-ə vuranda 2y, 2-ni də 10-a vuranda 20. Sonra alt-alta toplasam 8x bərabər 24, x bərabər 3. X-i 3 taparıq. Gətirib x-in yerinə 3-ü qoysam, 4 vur 3. Üstə gələnsə 2y bərabər 20-yə. 2y bərabər 20-dən 12 çıxanda 8, y bərabərdir 4. İndi x-in 3-ün kvadratı 9, 16 eləyər 25. D variantı. Sonra keçək digər suala. Deməli, 6-cı sualda bizdən nə istəyir? Deməli, 6-cı sualda 2 dənə çoxluq verib, şəkli çəkək. İçərisində A və B çoxluğudur. X kvadrat üstəgəl 5x formanı verib, 5x çıx 5 buranı verib, 4x çıx x kvadrat da buranı. A və B çoxluqları üçün NA fərqi B x kvadrat üstəgəl 5x, yəni söhbət bu çoxluqdan gedir. Sonra digəri B fərqi A 4x, söhbət bu çoxluqdan gedir. Fərqi 5x çıx 5 olarsa, birləşməsi. Birləşmə nə deməkdir? Bunların hamısının cəmi. Çıx 5, 4x çıx x kvadrat bərabərdir 37 elementi var. X kvadratlar gedər. 5x üstün 4x 9x. Daha doğrusu burada bir dənə 5x var. Deməli 5x 5x 10, 14x
bərabərdir 42-yə. X bərabər 3. X-i tapdıq 3. Bizə A-dan B-nin fərqini istəyir. Yəni təkcə bu hissəsi. X-i yenə gətirib 3 qoysam 9 üstə gəlinsin 15. Cavab eləyir 24. C variantı. Sonra 7-ci sual. 7-ci tipləri, məsələn, bax, bu xətti mən gerisini uzatdım. Bura 120 dərəcədirsə, bura avtomatik olur 60 dərəcə. Və əlavə olaraq da belə bir formalı, məsələn, xətlərdə biz bilirdik də, tutalım ki, W xətlərinin ölçüsün deməli 4x üstə gəlinsin 60 dərəcə bərabərdir 5x üstə gəlinsin 20 dərəcəyə 50 dərəcəyə deməli keçirsən mənfi x bərabərdir mənfi 10 x bərabərdir 10 dərəcə olur B variantı. 8-ci sualda bu sınaqda həndəsəyə üstünlük veriblər. Xeyli sual var həndəsəyə. Hələ 3 dənə sual var. Deməli burada 8-də AB paraleldir BC-yə, BC paralel CD-yə, BC 12. Tam 12-dir. Məsələn, bura mən x qoyuramsa, bura 12 çıxılsın, x yaza bilərəm. Sonra CD 2AB-yə, CD 2AB-yədirsə, tutalım ki, bura y-dirsə, bura 2y-dir. Bizdən AB-ni soruşur. AB-ni tapın. BC-ni verib 12. Deməli, bax, fikirləşin, düzbucaqlı, bura alfadırsa, bura beta. Onda burada avtomatik beta olur, çünki qarşılıqlı bucaqlardır. Burada alfadır. Və salam. Alfanın yenə də oxşarlıq yazaram. Alfanın qarşısındakı tərəfin, yəni 12 çıxılsın x-in. Burada alfanın qarşısındakı tərəfə x-a nisbəti. Betanın qarşısındakı tərəfin böyük üçbucaqdan başlamısansa, ikincidə də böyük üçbucağa keçməsən, betanın qarşısındakı tərəfə y-ə nisbətinə. Y-lər getdi, qaldı 2. 12 çıxılsın x bərabər 2x. 3x bərabər 12, x də bərabərdir 4. Bizdən x-i istəmir. Bizdən AB-ni istəyir. X-i 4 tapdıq. X-i 4 tapmışıqsa, sən gətirib burada yerinə qoysam, x-in yerinə 4 qoysam, 12-dən 4 çıxsam nə eləyir? 8. 8. Bura 4. Bura 4. Bizdən AB-ni istəyir. AB-ni. 8 4-dürsə 2 mislinə bölünür. Sonra başqa nə tapmaq olar buradan? Deməli 8 4 2 hissəyə bölündüyü məlum məsələdir. 8 4-ə CD 2 mislinə bərabərdir. Bizdən AB-ni istəyir. Onda belə yazmaq olarmı? Y kvadrat üstə gəlinsin 4 bərabərdir AO kvadratına. Bura məsələn bir O qoysam. Əlavə olaraq da biz burada bir şərti qaçırmışıq. AD-ni 15 verib də bizə. AD-ni 15 veribsə, bax mən bu xətti uzaldıram bura. Sonra bu xəttin də gerisini uzaldıram bu formada bura. Paralel köçürürəm. Deyilib ki, 4 8. Buranı 12 tapdıq. Düzdür. Heç buna ehtiyac yox idi. Bura 2y-dirsə, burada 2y-dir. Deməli, AD məlum məsələdə 15. 15-in kvadratı 225. Çıx. 4 8 12. 144 bərabərdir. Bu AX olsa tutalım ki, 3y-in kvadratı deyək də, 9y kvadrat. 225-dən 144 çıxsaq, 81 bərabər 9y kvadrat. Y kvadrat bərabər 9-a, y də bərabərdir 3-ə. Məsələn, bizdən AB-ni soruşur 3. Oldu E variantı. Çünki qədər xırdalığa ehtiyac yox idi. 9-da mən burada AD şərtini, bax bu şərti
qaçırmışdım. Ona görə oxşarlığa getmişdim burada. Çoxhədsin sərbəst həddi 51. Ümumiyyətcə istənilən çoxhədlinin sərbəst həddini tapmaq üçün, məsələn, bax tutalım ki, 3x kvadrat üstə gəlsin 6x vurulsun 8x çıxılsın məsələn 9. İstənilən bir çoxhədlinin sərbəst həddini tapmaq üçün, məsələn, üstə gəlib bir dənə 5 yazıram. Bax, sərbəst həddi tapmaq üçün x bərabər 0 qoy. X-in yerinə, yəni dəyişənin yerinə də x olmaz, y olar, a olar, b olar, fərqi yoxdur. Sonra əmsallar cəmini tapmaq üçün x bərabər 1. Bunu yadda saxlayın. Çoxhədlinin sərbəst həddi 51'dir. M-in burada parametrdir. X-in yerinə 0 qoyacağım. Bax, bu ifadədə x-in yerinə 0 qoyacağım sərbəst həddi üçün. Olur 5'i 0'a vuranda 0 eləyir. Yəni m çıxılsın n-in kvadratı üstə gəl 9 bərabər 51'ə. M çıxılsın n-in kvadratı bərabər 51'dən 9 çıxanda deməli 42. Buradan açsam bunu m kvadrat çıxılsın 2m-in üstə gəl n kvadrat bərabərdir 42. M kvadrat üstə gəl n kvadratı veriblər bizə 16. Çıxılsın 2m-in 42'yə. Deməli mənfi 2m-in bərabərdir 42'dən 16 çıxanda nə qalır? 26. M-in bərabərdir mənfi 13. M-in tapdıq 13. Əssalam, bizdən M-in soruşulan usta. Cavab oldu A variantı. 10-cu sual. 10'da 4 üstə gəl 2 kök altında 3 bölünsün kök altında 3 üstə gəlsin 1 kəsirinin buna hasilini tapın. Kök altında 3 minus 1'ə hasilini. Deməli, əslində qoşmasına vursam nə baş verər? Məsələn, bunun qoşmasına vururam. Minus 1. Bunu da kök altında 3 minus 1'ə vururam. Bərabərdir. Deməli, aşağıda elədi kök 63, kök 60'a vururam 3. Çıxanda 1, 2. Yuxarıda bax, bu ifadədən mən 2'ni çıxardıram, mörtəzi xaricdən qalır 2 üstə gəl kök altında 3. Bu ifadə də eləyir kök altında 3 minus 1'in kvadratı bərabərdir. 2'lər getdi. Qaldı 2 üstə gəl kök altında 3. Bunun kvadratı deməli 3 üstə gəl 1 elədir 4. Çıx 2 kök altında 3. Buradan təzədən mən 2'ni mörtəzi xaricdən çıxarsam, sadələşsin deyə bu formada eləyirəm uşaqlar. Yəni bu əslində sıradan bir misaldır, işləmək olar. Amma nisbətən sizə də rahat gəlsin deyə belə göstərirəm. 2 vur. Bunu açsam, elə bir ki A çıx B, A üstə gəl B'dir də bu. A'nın kvadratı, yəni 4 çıxılsın 3. Bu da elədir cavab 2. D variantı. 11'də. Nöqtələr bərabər məsafədə yerləşərsə nöqtənin koordinatını tapın. A -3,4 və B 8 nöqtələrindən bərabər məsafədə yerləşən nöqtənin koordinatını istəyir bizdən. Fikirləş, belə bir şeydir. Məsələn, A nöqtəsi buradadır. -3,4. B nöqtəsi də buradadır. 8. Deyir A'dan da məsələn B'dən də eyni məsafədə olan bir C nöqtəsi var. Yerləşən nöqtənin koordinatını tapın. Deməli, əslində bunu tapmaq üçün bunun ədədi ortasını tapmaq kifayət eləyir də bizə. Böl 2. -3,4 2'ye böləndə -1,7. Üstə gəl 4. 1,7'nin üstünə 4 gələndə cavabı 2,3. Cavab olur. E variantı.
Ədədin yarısı onun 5də birindən neçə dəfə çoxdur? Ədədin yarısı x bölü 2'dir. Onun 5də birindən, ədədin 5də birindən neçə dəfə çox olur? Deməli, x bölü 5'i, daha doğrusu x bölü 2'ni bölək x bölü 5'e də neçə dəfə çox olduğunu tapmaq üçün də, yəni x bölü 2 vurulsun tutam ki a-ya bərabər x bölü 5. X-lar gedəndə olur belə. 5a bərabər 2. Deməli, ədədin yarısı onun 5də birindən neçə dəfə çoxdur? 5də birindən 2,5 dəfə çox olur da. Ədədin yarısı onun 5də birindən 2,5 dəfə çox olur. Sonra yəni 5'i 2'ye bölürük bir sözden. 2,5. 13'də tənlinin kökləri hasilini tapın. Deməli 5x çıxılsın 4 x plus 10 bərabər 0. Bax bu tənliyi həll eləmək üçün, yəni kvadrat tənliyi çevirməyə ehtiyac yoxdur. Bunun kökü 5x çıx 4 bərabərdir 0. X bərabər 4 bölü 5. Bunun kökü də mənfi 10. 5'də 4 vur mənfi 10. Bunlar getdi 2'ye. 2'də 4 8. Mənfi 8. Cavab olur E variantı. 14'də cədvəldə çoxbucaqlının tərəfləri bir təpədən çıxan diaqonalları və bütün diaqonalların sayları verilmişdir. A-nın üstəgəl B-nin cəmini tapın. Tərəflərinin sayı 5. Çoxbucaqlının bir təpədən çıxan diaqonalların sayının düsturu nə idi? M vurulsun. Daha doğrusu o bir təpədən çıxan diaqonalların sayı M minus 3'dür. Tərəflərin sayı 5'dirsə, onda bir təpədən çıxan diaqonalların sayı 5'dən 3 çıxaram 2. Düzdür. Bir təpədən çıxan diaqonalların sayı 7'dirsə, M minus 3 7'dirsə, onda N 10 olur. 10. Diaqonalların sayı A'dır. Tərəflərin sayı 5'dirsə, N vurulsun N minus 3 bölünsün 2. Diaqonalların sayıdır. 5 vurulsun 5'ten 3 çıxanda 2 bölünsün 2 getdi 5. Deməli A 5'dir. Bəs B nədir? Tərəflərin sayı 10'dursa 10 vur 7 bölü 2. 5 kere 7 35. B də 35'dir. Bizdən A vur N. Yəni A 5'dir. N 10'dur. B 35'dir. M'dəki 2. 50 üstəgəl 70. Cavab 120. E variantı. Sonra düzbucaqlı üçbucağın iti bucağının tangensi 12 böl 5'dir. 15'dir. Bax bir dənə düzbucaqlı üçbucaq çəkək. Deməli, düzbucaqlı üçbucağın iti bucağının tangensi, bax tutam ki bu bucağın tangensi. Ümumiyyətlə tangens alfa nəyə bərabərdir? Qarşıdakı katetin məsələn, qarşıdakı alfanın qarşısındakı katet nədir? A-nın biçik kateti B-yə nisbəti. Deyir 12 böl 5'dir. Deməli bura 12'dir. Bura 5. Çevrənin radiusu isə 14 olsa bu düzbucaqlı üçbucağın hipotenuzunu tapın. Daxilına çəkilmiş çevrənin radiusu. Aha. Deməli, daxilına çəkilmiş çevrənin radiusu. Onda mən buna 12K, buna da 5K kimi baxaram. Bu avtomatik olaraq Pifagor ədədlərinə görə 13K olur. Və R bərabərdir daxilına çəkilmiş çevrənin radiusu. A üstəgəl B çıxılsın C bölünsün 2'dir. R nədir? 14. A nədir? 12. B 5. Bunlarda K'lar var. 12K 5K 13K böl 2'ye. 14'ü 2'ye vuranda deməli olur 28 bərabər 12 ise 5 17 17'den 3 çıxanda 4K. K bərabər olur 7'ye. Bu düzbucaqlı üçbucağın hipotenuzunu tapın. 13 vur 7. 91.
B variantı. Gəldik 16-cı suala. Kvadrat tənliyin kökləri bərabər. Aha, kvadrat tənliyin kökləri nə vaxt bərabər olur? Diskriminant 0 olanda. Baxın uşaqlar. Bax, diskriminant bu vəziyyətdə 0 olur da. Məsələn, tutalım ki, bax, belə deyək. Hər hansı parabolanın məsələn bu nöqtədə toxunursa, diskriminant 0 olur. Çünki tənliyin kökləri bərabər, yəni x1 bərabər olur x2-yə. Bir dənə x var, ona görə. Deməli, diskriminant 0-dırsa, burada diskriminant d bərabərdir, b kvadrat çıx 4ac-dən istifadə edək. Burada b-nin yerində duran ədəd m üstəgəl 2-dir. A-nın yerində duran ədəd 1-dir, c-nin yerində duran ədəd n çıx 1-dir. Gətirib yerinə qoysaq, b kvadrat m üstəgəl 2-nin kvadratı çıx 4 vur n çıx 1 bərabərdir 0-a. Kökləri bərabər dediyi, bu olarsa m-in müsbət qiymətini tapın. Kvadrata yüksəldək, m kvadrat üstə gəlsin 4m üstə gəl 4 çıx 4n üstə gəl 4 bərabərdir 0. Deməli, buradan m kvadrat üstə gəl. 4-ü çıxartsam mörtəzə xaricində m çıx n üstə gəl 8 bərabərdir 0. M çıx n-in yerinə şərtdə verib -6-ya bərabər. Onda olur m kvadrat çıx 24 üstə gəl 8 bərabərdir 0. M kvadrat bərabərdir 16. M bərabərdir plus minus 4. Bizdən də m-in müsbət qiymətini soruşur, cavab olur 4. Qəşəng sual idi. Bir həddinin qüvvəti 17 olarsa, 17-də. Bir həddinin qüvvəti nətər tapırlar? Üstləri toplayırlar da. Məsələn, n çıxılsın 4, üstə gəlinsin, m çıxılsın 3. Deyir, qüvvəti 17-dir. Bax, qüvvətlər bunlardır da. Bununla bu qüvvətdir. Bunları topladıq. İndi n üstə gəlsin m bərabər -4-dən 7. -7 eləyir 24. Sonra 17 olarsa və bir həddinin qüvvətini tapın deyir. Digərində də 15 çıx n üstə gəlsin 20 çıx m. 15 üst 20 gələn 35. N, bax, n üstə gəl m 24 isə -n çıx m -24. Gətirib yerinə qoyuram -24. 24'ü 35'ten 24 çıxanda 11. Cavab olur 11. Bəli. 11. Sonra 18-ci sual. İfadəsini ala biləcəyi mümkün qiyməti tapın. Misal nə verib bizə? -x kvadrat üstə gəl 6x çıxılsın 9. Üstə gəl 2x kvadrat üstə gəl 4x çıxılsın 12. İfadəsini ala biləcəyi mümkün qiyməti tapın. Deməli, bu ifadədə biz cüt dərəcədən kökdür. Bax, əsas bura baxmalıyıq. Bax, bura. Cüt dərəcədən kök olduğu üçün bizim əsas baxacağımız şərt budur. Bu şərt böyükdür, bərabərdir, şərtini ödəməlidir. -x kvadrat üstə gəl 6x çıxılsın 9 böyük bərabər 0. Yəni, hökmən bu şərti ödəməlidir də. İndi hər tərəf mənfiyə vursam, kiçik bərabərdir 0. Bu nədir? X minus 3'ün kvadratı kiçik bərabər 0. Kvadrat 0'dan kiçik ola bilər, ola bilməz. Kiçik hissəsinə baxmırıq. Birbaşa x çıxılsın 3 bərabər 0 hissəsinə baxırıq, x bərabər 3 olur. Vəssalam, burada x-in yerinə gətirib 3'ü qoyursan.
Bu kökün altına x'in yerinə 3'ü qoyanda onsuz da mənfi 9, üstə gəl 18, çıx 9, bu sıfıra gedir. Yəni bu ifadə sıfıra getdi. Burada yerinə qoyursan 2 vurulsun 3'ün kvadratı 9, üstə gəl 4 vurulsun 3, çıxılsın 12 bərabərdir. 2 ilə 9 18, 4 kül 3 12, çıx 12. Bunlar da getdi, cavab qaldı 18. 19'da. Tənliklər sistemi sonsuz sayda həlli olarsa. Dəfələrlə demişəm. Keçən dəfə şərtdə yazdım. B sınavında şərtdə yazmışım. Sonsuz sayda həlli olmaq. X plus 3y bərabərdir 2. AX üstə gəlsin BY bərabərdir 6. Sonsuz sayda həlli olması üçün. Bax, A1'in A'ya, yəni 1'in A'ya nisbəti 3'ün B'yə, 2'nin 6'ya. 1 böl A bərabərdir 2 böl 6. Deməli 2A bərabərdir 6, A bərabərdir 3. Sonra 2B bərabərdir 18, B bərabər 9. A vur B'ni soruşur, 3 vur 9, 27. Bu belə. 19, 20. İfadəsinin qiymətini tapın deyir. 6 üstü 2'də 3'ü mən yazıram belə. 3 üstü 2'də 3, vur 2 üstü 2'də 3. Vur 2 üstü mənfi 2'də 1, vur 3 üstü 1 tam 2'də 1'dir də, 1 tam 15. Bu da eləyir 2'də 3. 2'də 3. Deməli, sonra bərabərdir. 3 üstü 2'də 3, 3 üstü 2'də 3, 2 üstü 2'də 6. Vur. 2 üstü 2'də 3'dən 2 üstü mənfi 2'də 1 toplayanda 2 üstü 2'də 2 qalır. Bunlar getdi. 3 üstü 3, vur 2 üstü 1. Deməli 27 vur 2'yə 54. 21'dir. Aha, çoxluqlara verilmiş çoxlu elementlərin sayını tapın. Gəlin birlik. Bax, çoxluğu yenə də sizə Euler-Venn diaqramı şəklində göstərirəm. Baxın. Deməli, bunlar bərabərdir. Burada kəsişən elementlər varmı? Məsələn, B ilə C-nin birləşməsi deyir. A-dan fərqi. Məsələn, buna mən B, buna C elementi desəm. C elementi desəm. B ilə C-nin kəsişməsində hansı element var? Yaşıl eləməyək. Bax, bir M var. Bir de M var. Kəsişməsində. M və N-i yazdım bura. B'nin elementi K, A'nın elementi F, C, D. Başqa var? Ortaq yoxdur. A'dan deyir, bunları çıx. Elə bil ki, A elementi də, bunu çəkək forma da. Baxın, göstərəcəm indi. Bax, fikirləş ki, A da məsələn, belə bir dənə çoxluqdur, məsələn, bu formalı. Tam buradadırmı, məsələn, bu A çoxluğu olsa, tutalım ki, bu A çoxluğu, məsələn, belədirmi, belədirmi, tutan belədirmi, yəni o tam bilinmir də. Yəni, ümumi hal olaraq çoxluğun elementlərinə biz baxmalıyıq, çoxluğun elementlərinə. İndi, A çoxluğun elementlərinə baxaq görə, A çoxluğun elementləri nədir? A, B, C, D, M çıx deyir. Çıx deyirsə, ümumiyyətcə, birləşməsində bax, burada gördüyün bu elementlərin hamısının çıxmalısan, A-nın özü qalmalıdır. Məsələn, K-nı çıxıram. Sonra M-i çıxıram, N-i çıxıram. Başqa nə var? C-ni çıxıram, D-ni çıxıram. E var mı ortaq? Yoxdur. A yoxdur, B yoxdur. Cavab qalır A, B, E. Elementlərin sayını tapın, soruşur bizdən. Bir də baxaq, C, D, bəli, M, N, K getdi. Vəssalam, qalır A, B, E. A, B, E. Yəni 3 dənə element sayı qalır.
Sonra 22-də deməli ifadəsinin qiymətini bizdən soruşur. Ortaq element gətirsəm AB 2B üstə gəlsin 3A bərabər 9-a. Digər tərəfdən də yenə də bunu AB B'yə vursam 4AB üstə gəl 6B 3AB üstə gəl 9A. Başqa nə bilirik burada? Məsələn, bunu mən 2B üstə gəl 2B üstə gəlsin 3A bərabər 9AB deyil. Bunun ümumi olaraq 3'ə vursam, bax, buranı 3'ə vururam, buranı 3'ə vururam. Onda olur belə 6B 9A bərabər 27AB. Niyə 3'ə vurdum? Bax, bu səbəbə görə. Bura baxın. Burada məsələn, baba, bunu götürürəm. Gətirib bunu bura qoyuram. Sonra da bunu gətirib bura qoyuram. Bir də indi buna baxın. Burada yarandı mı bu? Bax, bu ifadə burada yaratdım. Gətirib burada yerinə qoyacağım onu. Elə bil ki, bax, bu ifadəni götürürəm, bu ifadəni. Gətirib bu ifadəni qoyuram onun yerinə. Oldu? Oldu. Bərabər. 4AB üstə 3AB. 7AB üstə 34AB böl AB. Getdi, cavab qaldı 34. Deyirəm, dəftərinizdə də belə bunu götürüb bura qoyuruq, onu götürüb bura qoyuruq eləyə bilsəz rahat olarsınız da. 23'də. Bunu yəqin ki başa düşdünüz uşaqlar. Çətin sual deyil. 23. 23'də bizdən nə istəyir? Deməli, olarsa A parametrinin qiymətləri cəmini tapın. A parametrinin qiymətləri cəmini. Bax, tənliyin kökləridir də x kvadrat üstə 9 bölü x kvadrat. X üstü 4'ə gələn bir ifadədir. Deməli, nə edə bilərik orada? Tənliyin köklərinin hasili 3'ə bölü mənfi 3'ə bərabərdir. Cəmi A çıxılsın 3'ə. İndi mən orada deməli x kvadrat üstə gələnsin A çıxılsın 3 vurulsun x çıxılsın 3 bərabərdir 0. X kvadrat çıxılsın 3 bərabərdir. Bu ifadəni keçirirəm bu tərəfə. Elə bil ki, bax, bunu götürürük. Keçiririk bu tərəfə. Bunu da bu tərəfə sıxaq. Deməli, buna ehtiyac yoxdur. 0 artıq. Bunu keçirək. Belə. Bunu da silək. Belə. Çıxılsın 3. Artıq bu da yoxdur. Sonra hər tərəfi indi digərini keçirdim də bu tərəfə. Burada mənfi oldu da. Burada mənfi oldu. İndi hər tərəfi kvadrata yüksəltsin. Kvadrata yüksəltməyim. X-ə bölürəm birinci. Olur x çıxılsın 3 bölünsün x. Bax, bunu da x-ə bölürəm. Bu ifadəni də x-ə bölürəm. Bu ifadəni də. Burada da oldu 3 minus A. Sonra hər tərəfi kvadrata yüksəldirəm. Bunu da kvadrata yüksəldirəm. Bunu da. Olur belə x kvadrat minus 2 vurulsun x vurulsun 3 bölü x. Üstə gəl 9 bölü x kvadrat. Bərabər 9 minus 2 3 6 üstə gəlsin A kvadrat. X'lar gedər. X kvadrat plus 9 bölü x kvadrat. Deməli 2 3 6 keçirəndə o tərəfə 9 minus 6A üstə gəl A kvadrat çıx. 2 3 6 üstə gəl 6. 9 üstə 6 15. 15 çıx 6 A üstə gəl A kvadrat. X kvadrat üstə gəl 9 bölü x kvadratın yerinə qoyaram 22'ni. 22'ni qoysam, olar 15 çıx 6A üstə gəl A kvadrat bərabər 22'yə. Olar A kvadrat çıx 6A. Çıx 7 bərabərdir 0. 22'ni attım bu tərəfə. Nə deyir burada? A parametrin qiymətləri cəmini tapın, heç nə.
A1 üstəgəl A2-nin soruşur. Cavab olur 6. Birbaşa V7-dən tapmaq olur. 24-də. Mən şəkil üzərindən göstərim bunu sizə. Verilmiş çevrədə verilmiş çevrədə AB çevrəyə toxunan, AD isə kəsəndir. CD 15, bax CD 15, CM 6, CM 6, BM 6 ME-yə bərabərdir. BM tutalım ki ME-yə, ME x-dırsa, bura 6x-dir. Bura 6x-dir. CD 15'dir. 6 verilibsə bura 9'dur. Və biz çevrədə bilirdik 6x vur x bərabərdir. 6 vur 9'a. 6'lar getdi. X kvadrat bərabər 9, x bərabər 3. X'i tapdıq 3. Bizdən AB-ni istəyir. X'i 3 tapmışıq. X'i 3 tapmışıq. Deməli X3 tapdıq. Sonra AC də 4 ME-yə bərabərdir. Artıq X3 tapdıqsa AC 4 ME-yə. Onda AC nədir? 12. Çünki 4 vur 3 12 eləyər də. Vəssalam. AB kvadrat bərabərdir. Bax, bura indi təmizləsəm. Heç təmizləməsəm də olar. Bax, bir dənə bura baxın. AB-nin kvadratı bərabərdir. Bərabərdir. Bu hissə düzdürmü? Vurulsun. Baba, ümumi uzunluq göstərirəm üstündə. Düzdür. Bu hissə vurulsun ümumi uzunluq. AB-nin kvadratı bərabərdir. AC vurulsun AD. AB kvadrat bərabər. AC nədir? 12. AD nədir? 12 üstə gəlsin 15. 27. Belə. İndi 27 vur 12. 12'ni yazıram 3 vurulsun 4. 27'ni yazıram 9 vurulsun 3. Bu eləyir 3'ün kvadratı. 3'ün kvadratı 9 vur 2'nin kvadratı. Onsuz da AB'de bunlar kökün altına salır diye 3 vur 3 vur 2 qalır. 9 9 2'de olur 18. Cevap olur 18. Geldi 25 ve sonuncu suala. Yaşları 6, 9, 12 olan 3 qardaş 91 manat pulu öz aralarında yaşlarına tərs mütənasib olaraq böldülər. Yaşlarının tərs mütənasib 1 bölü 6K, 1 bölü 9K, 1 bölü 12K. 3 qardaş 91 manatı öz aralarında yaşlarını tərs mütənasib olaraq böldülər. Böyük qardaşa neçə manat pul düşər? 6, 9, 12 nə ki o? Bu nədir? 36. Bu nədir? 6. Bu nədir? 4. Bu nədir? 3. Deməli 6K, 4K, 3K, 91. 6 üstüne 4, 10, 13. 13K, 91 vur 36. Düzdür mü? Bunlar geçsə 7 qalar. Bir dəqiqə. 6K, 4K, 3K, 13K bərabərdir. 91 vur 36, 7. Heç nə. K bərabər 7 vur 36. İndi deyir, böyük qardaşa neçə manat pul düşər? Böyük qardaş hansıdır? 12K olan. Tərs mütənasib olaraq. 12'də 1 vur 7 vur 36. Bunlar getdi 3. 3 kere 7 21. 21 manat. Bir də uşaqlar. Sınaq bitdi. Sınaq bitdi və sınağa aid fikir olaraq bu sınaqda digərləri kimi orta, asan və çətin sual tipləri var idi. Bir də güzel suallar var idi. Oldu uşaqlar, sağ olun. Uğurlar.